Hər kəsə salam. Səhər gəlmişəm dovşanları yedizdirməyə və yoldaşım bura çoxlu ot qoymuşdu. Bu dovşan bütün otları yığıb və içəri daşıdı. Hələ də bunun ağzına baxın. Ağzı dolu otla içəri daşıyır. Çünki bunun 1-2 günə balası olmalıdır. Belə bir yeşik düzəltdi ki, içində balalar olsun. Burada çöldə olsa soyuq olacaq və ölə bilərlər. Buna baxın necə maraqlı yığır. Bizim gələcək anamız. Çox maraqlıdır. Səhər yoldaşım o qədər ot qoymuşdu ki bura. Buna baxın. Görürsünüz necə maraqlıdır. O qədər ot qoymuşdu. Burada belə baxmağa yer yox idi. İndi gəlib baxıram ki, bir dənə də ot qoymadı. Hamısını daşıdı içəri. Elə bilirdim ki, yemək üçün eləyir. Sən demə, əksinə üstünə oturacaq və onun üstündə balalar olmalıdır ki, üşüməsin. Belə. İnşallah balalar hamısı sağ-salamat olacaqlar, heç biri ölməyəcək. Görək bu necə ana olacaq, öz balalarını necə saxlayacaq. Və bu tək deyil, bu tərəfdəki dovşanın da orada kletkası var. Bu yeşiyi var, daha doğrusu. Bunun da balaları olmalıdır, amma ən birinci onun olacaq. Ekler hazırlamaq istəyirəm. Deməli bu krem olacaq. Burada süd, yumurta və un var. Sonra əlavə vanil eləyəcəm və kərə yağı yaxşıca qarışdırıb zğuşyonu da qata bilərəm. Məndə zğuşyonu var. Onu da qataram. Ondan sonra krem hazırlayacağım. Потом, та девочка умерла. Да ты что? Не bileyim. Мам. Короче, мама, я захочу. Eklerlərim hazırdır. Bu formada eləmişəm. Biraz qızardı çünki duxovkaya qoydum və getdim ceyranın dalınca. Ona görə biraz belə qırmızı oldu. Eyb yox. Kremim də artıq hazırdır.
İndi kremi içinə dolduracağım. Eklerlərim artıq hazırdır. Baxın necə gözəl alındı. Bir tərəfdən mən ekler hazırlayıram, amma bir tərəfdən uşaqlar yaxınlaşıb yeyirlər. Və dedim bir dəqiqə imkan verin, bunu bir dənə çəkim, ondan sonra davam eləyərsiniz yeməyə. Belə gözəl eklerlər alındı. Bitti. Oldu tertemiz. İndi maşını sürmeye utanmayacağım. Kələm dolması hazırlayıram. Deməli burada farşdır, bir də soğanı blenderdan keçirtdim. Farş hazırdır. Sadəcə üstünə tökdüm. Soğanı doğradım, sonra farşı üzərinə tökmüşəm. Göyərti doğramışam. İndi quru göyərti də tökəcəm bura. Quru nanə var məndə. Bir də burada kələmdir. Kaçan, bilmirəm bura nə deyirsiniz? Rus dilində bunun kaçan deyilir. Orasını təmizlədim. İndi üzərinə su tökəcəm, biraz duz və bir damcı bişirəcəm. Sonra yarpaq çıxardacağım. Nəysə sonra göstərəcəm, nətər eləyəcəm. Bura indi düyü unutmamış tez bazarı yuyum töküm. Duz istiyor və salam.
Vloqda hansı ki mən komodu təmizləyirdim, orada qızlar yazmışdılar ki, öz kosmetikanı göstər və hamısını bura çıxartmışam. Elə də kosmetikam çox yoxdur. Gündəlik kosmetikanı işlətmirəm. Sadəcə nəmləndirici krem eləyirəm, tuş eləyirəm və dodağıma blesk eləyirəm. Çünki bizdə küləklidir, həmişə külək olur, dodaqlarım tez quruyur və özümü diskomfort hiss eləyirəm. Düzdür, həmən blesk burada yoxdur, maşına qoymuşam. Çünki evdə həmişə tələsik çıxıram və dodağıma blesk eləməyə unuduram. Amma maşın isinənə qədər yadıma düşür, götürürəm, tez onu işlədirəm. Deməli, göstərim nələrim var. Yenə də bayaq dediyim kimi gündəlik makiyaj eləmirəm. Tonalni hər gün eləmirəm. Yalnız qonaq gedəndə, ya ad günə, ya toylara gedəndə, amma hər gün tonalni işlətmirəm. Nəmləndirici krem eləyirəm. İndi də artıq yaya doğru gedirik. Gündən qoruyucu krem belə bir var məndə. Bunu işlədirəm. Bunu mənə mamam hədiyyə eləmişdi. Bilmirəm nə vaxt olmuşdu. Yadımdan çıxıb, amma mamam hədiyyə eləmişdi bunu mənə. Nəysə, belə bir tonalni kollagen var məndə. Sonra belə blesk var. Estee Lauder'dan. Belə. Göstərim sizə. Bir əllə göstərməyə çətindir. Baxın belə. Mat deyil, bleskdir. Çox gözəl dodaqda görsənir. Mən belə rəngləri çox xoşlayıram. Əslində bütün rəngləri istifadə edirəm. Mənə elə gəlir ki, mənim rəngimə hər pomada yaraşır. Faberlic'dən belə bir liner var. Xalam qızı var mənim, o bizdə alverçişka deyirəm ona. Ondan almışam bu lineri. Yaxşıdır, pis deyil. Yayılmır, çox gözəl də gözdə qalır. Və yumasan belə, linerlə yatıb səhər dursan, yenə də gözdə necə çəkmisən, elə də qalır. Golden Rose'dan belə bir tuşum var. Artıq dibində qalıb, bitir. Mən isə zakaz eləmişəm Temudan, hələ gəlib çıxmayıb. İnşallah ki, gələcək bu yaxınlarda. Belə bir şotkadır. Çox gözəldir. Ucuz almışdım bunu. Dəqiq bilirəm ki, ucuz idi. Hardasa 4 ya da 5 manata almışdım. Mənə qızlar demişdilər ki, satıcıda. Dedi ki, bunu almayın, başqasını alın, L'Oreal alın ya da Vivienne Sabon'un, yox, Vivienne Sabon yox, Maybelline ki var, o çox gözəldir, onu alın. Heç peşman olmazsınız. Onun qiyməti 8, 9, 10 manata yaxın qiyməti olmuşdu. Onda mən biraz simicli elədim. Həm də əlimdə pul az idi deyə dedim, yox, Golden Rose ver, eyb yox, qoy olsun. 5 manata ya 4 manata bunu almışdım. Çox da gözəldir, heç də narazı deyiləm. Bilmirəm qızlar bunu niyə tərifləməmişdilər. Bəlkə ucuzdur ona görə, bəlkə onlardan satışa görə nə qədər baha satsan, o qədər də çox faiz üstünə gələcək. Bəlkə buna görə, bilmirəm, amma bu tuş çox gözəldir. Sonra Jada'dan belə bir blesk var. Düzdür, amma bu blesk deyil, bu matdır. Amma dodaqları heç qurutmur, çox gözəldir. Mən çox bunu bəyənirəm. Bunu elə də tez-tez işlətmirəm. Hayfım gəlir, birdən tez qutaracaq. Amma çox gözəldir. Sonra belə bir dodaq üçün karandaş var. Miss Tyson. Bunu bacım hədiyyə eləmişdi. Bizə gələndə elə belə qonaq gəlmişdi bizə və belə karandaş gətirdi. Dedi ki, bu rəng indi moddadır. İstədim səndə də olsun. Sağ olsun. Gətirdi, verdim. O özünə nəsə alanda kosmetikadan deyir, istəyirəm ki, səndə də olsun və mənə də alır. Sağ olsun. Çox gözəl rəngdir, korичневый rəngdir. Mən bu tonları demək olar ki, işlədirəm də, hamısı bu tondadır, korичневыйdir, belə çox yaxşı karandaşdır. Arada pütük dodaqlara bunu eləyirəm, arada da ancaq kontur eləyirəm və ortasına nəsə başqa bir rəng eləyirəm. Sonra belə bir blesk var məndə, Guerlain pomada, Guerlain'in belə pomada var. Burada da az qalıb, qapağını da Ceyran sağ olsun itirdim. Bu qədər qalıb. İstəyirəm bunu tez bitirim ki, çünki qapaq yoxdur, toz oturur. Şkafın içinə qoyanda belə qoyuram ki, toz içinə oturmasın. Belə Vivienne Sabon'dan belə bir pomadam var. Bunu gündəlik işlədirəm. Açıq rəngdədir çünki. Gündəlik belə rəngləri işlətməyə xoşlayıram. Demək olar ki, heç dodaqda görsənmir. Yalnız biraz belə parıldayır Vivienne Sabon'un. Klinikdən belə malinovi rəngdə pomadam var. Bunu da bacım hədiyyə eləmişdi. Sonra heç işlədə bilmədiyim belə bir pudra var məndə Estee Lauder'dan. Paraşok kimi də nə deyirlər buna?
Belə görürsüz. Heç bunu işlədə bilmirəm. Hardasa 3-4 dəfə işlətmişəm. Rahat deyil. Hayfım da gəlir bunu atmağa, kiməsə verməyə hayfım gəlir. Çünki üstəlaldır, bahadır da ona görə. Həm də rahat deyil nəsə. Bunu kistoçka ilə üzünə eləmək lazımdır. Mənə belə rahat deyil. Ən yaxşısı o köhnədə də baba qaydası. Disklə eləyirsən, çox qəşəng, tez bazar. Amma bununla biraz gərək oynamalısan da. Və belə bir pomada var. Deyəsə, yox göstərmişdim, amma bəlkə də fikir verməmisiniz. Amma rus dilində olan kanalda hamı sразу fikir verdi. Belə pomada var. Üzərinə belə qulaq çöpü qoymuşam. Çünki artıq oradan heç nə çıxmır, amma içində çoxdur da. Atmağa hayfım gəlir. Həm rəngi çox xoşuma gəlir. Qapağı var bunun. Sadəcə bunu qoymuşam deyə qapaq bağlanmır. Belə pomadam var. Bu da çox gözəl rəngdir. Bunu atacağam içində heç nə çıxmayandan sonra. Mən belə işlədirəm. Bilmirəm siz necə işlədirsiniz, amma mən xoşlayıram belə təmiz, belə təmizliyim içini, heç bir şey gəlməsin. Qabığın, nədir onun adı, bu plasmasın öz rəngi görsənənə qədər bunu istifadə eləyəcəm. Nəinki bunu, hamısını, bütün kosmetikanı belə işlədirəm. Sonra L'Oreal'dan 601 nömrəli belə bir blesk var. Bu da çox gözəl bleskdir. Korичневыйdır. Açıq korичневыйdır. Ciyirənçik yanımdadır, əsniyir. Belə. Çox qəşəngdir, mən çox bunu bəyənirəm. Həm bəyənirəm, həm də bunu biraz qənaətlə işlədirəm. Çünki əgər o tez qutarsa çox pis olacam. Almağa da bahadır deyə ona görə az-az işlədirəm. Maybelline'in belə tenim var. Bunu da baxın necə işlədirəm. İstəyirəm ki, hamısı axıra kimi bunları işlədim. Deməli, bu rəngi heç işlətmirdim, bilmirdim də bunu harda işlədim. Və bilirsiniz necə bunu işlədirəm. Liner əvəzi bunu çəkirəm. Gündəlik mən makyaj eləmədiyinə görə, arada, lap həftədə bəlkə 1-2 dəfədə liner eləyirəm və onda yadıma düşür ki, liner əvəzi bunu eləyim, bunu işlədim də. Liner kimi eləyirəm. Heç yayılmır, çox gözəl də gözdə qalır. Heç bilinmir ki, bu liner deyil. Əsas odur ki, yayılmır. Və bu rəngi belə işlədəcəm. Yoxsa ki, gündəlik bunu işlədə bilmirəm. Gözümü belə qara eləmirəm. Düzdür, bu qara deyil, bu serıdır. Sera rəngdir. Ən çox işlətdiyim rəng budur. Hamısını axıra qədər, axırıncı belə nöqtəsinə qədər bunları işlədəcəm ki, sonra rahat bunu tullaya bilim. Bunu indi ləkələmişəm. Bu pomadanı açanda düşmüşdü belə böyür üstə. Burada ləkə düşdü. Belə. Və belə bir ten var. Artıq bu öz qabından qopmuşdu. Neçə ildir bunu işlədirəm. Oradan çıxmışdı deyə ona görə təmiz özüm çıxartmışam. Hər dəfə onu açanda o düşürdü içindən və dedim bir gün bunlar məndə qırılacaq və ona görə məcbur bunu oradan çıxartmışam. Həm də o biraz belə böyük idi. Yer çox tuturdu deyə ona görə çıxartdım ki, belə yer az tutur. Bu ikisini görürsüz, tam bitirdim. Çox sevinirəm belə olanda. İndi isə bunları hamısını işlətmək istəyirəm. Bu demək olar ki, bunlardan sonra bu bitəcək. Mən hiss edirəm, sonra bu. Çalışıram ki, hamısını işlədim, sıfırlayım və sonra rahat tullayım. Mütləq bunu saxlayacağam və tam bunu işlədəndən sonra sizə göstərəcəm. Bu fiolet və rəngləri heç işlətmirdim. Heç eləmirdim də, amma belə bir məqsədim var deyə bunları məcbur indi eləyirəm. Ten formasında, kölgə formasında çəkirəm, ya nə bilim, liner kimi eləyirəm, nazik eləyirəm ki, bu da bitsin. Belə. Eybəcər də belə olsa, amma atmıram, hayfım gəlir. Pul vermişik biz ona. Sonra bunu bacım hədiyyə eləmişdi, L'Oreal'in teni. Bunu toylara zada gedəndə bunu işlədirəm. Belə fiolet və rəngdədir. Belə baxırsan qəribə görsənir rəngi, amma çəkəndə çox gözəldir. İçində xırda-xırda zərlər var. Gözdə o zərlər görsənir. Misal üçün burada elə də görsənmir, amma gözdə çox gözəl görsənir. Əslində belə şeyləri gərək çəkəsən üzündə də, sonra göstərəsən. Daha maraqlı olardı. Amma mən özümü göstərmirəm deyə sizə də belə göstərə bilmirəm. L'Oreal'in belə rumyanı var. Artıq burada deşiyi var. Nəhayət ki, çox sevinirəm deşiyi olanda. Yəni nəhayət ki, mən onu bitirirəm.
Bəzi məhsullar var ki, tutaq ki, dükanda görürəm endirimdə həm qəşəngdir, o firmasına görə bilirəm ki, o çox yaxşıdır, amma ala bilmirəm, çünki fikirləşirəm evdə varımdır da, mən onsuz da təzəsini gətirsəm bu köhnəni işlədə bilməyəcəm. Bunu qoyacağam qırağa, təzəsini işlədəcəm. Və ona görə almıram, özümü saxlayıram ki, yox, bunu bitir, ondan sonra təzəsini gedib ala bilərsən. Sonra L'Oreal'in belə bir tenim var. Korичневый rəngdə, bu matdır. Bu da çox gözəl görsənir, mat. Bubanın belə korичневый zərli, açıq korичневый rəngdə belə tenim var. Hamısı gözəldir. Bu tenlərin heç biri gözdə yayılmır, tökülmür. Necə çəkirsən elə də qalır. Düz axşama kimi makiyaj üzdə qalır və itmir. Mən bəyənirəm. Çox xoşuma gəlir. Və belə bir tenim var. Çox gözəldir bu da. Hamısını bəyənirəm, amma gündəlik işlətmirəm. Gündəlik yalnız duş eləyirəm, arada liner eləyirəm, arada liner əvəzi bu tenlərdən tünd rəngləri işlədirəm, liner kimi çəkirəm və blesk və salam. Başqa heç bir şey eləmirəm. Bu da mənim makiyaj ləvazimatlarım. Elə də çox deyil, çünki mən makiyajı çox eləməyə xoşlamıram. Axırı vaxtları da demək olar ki, tonalini heç eləmirəm. Əvvəllər heç olmasa həftədə bir dəfə, 2 dəfə eləyirdim, amma indi təmiz tonalidən uzaqlaşmışam. Tonalinin əvəzinə bunu eləyirəm. İndi də bunu eləyəcəm. Vəssalam. Əslində BB krem də ala bilərəm. Orada da SPF var. Bunu bitirəndən sonra ona baxacağam mütləq. BB krem heç vaxt almamışdım. Məndə heç vaxt yox idi. Baxıram, bacılarımda var. Onlar alırlar və hamısı razıdır. Amma mən hələ ki almamışam. Bunu bitirəndən sonra alacağam. Belə, bu qədər.